Salam. Bugün sizinle muasir Azərbaycan ədəbiyyatının və ictimai düşüncəsinin maraqlı simalarından biri Ceylan Momoğlu haqqında danışacağıq. Salam, həqiqətən də çox şaxəli bir şəxsiyyətdir. Əlimizdəki mənbələr onun, deməli, yazıcı, tərcüməçi, hətta qadın portalı yaradıcısı və psixologiya üzrə təlimci kimi fəaliyyətini göstərir. Bəli, olduqca geniş bir spektr. Məqsədimiz onun bu fərqli sahələri necə birləşdirdiyini, həyat yolunu, yaradıcılığını, necə deyim, dərindən anlamaqdır. Görək bu necə mümkündür? Başlayaq? Başlayaq. Deməli, başlanğıc nöqtəsi kimi Ceylan Momoğlu əsl adı Ceyran Nadirovada 1976-cı ildə Sumqayıtda anadan olub. Hə, Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib, sonra bir müddət tarix müəllimi də işləyib. Sizcə bu tarix təhsili, müəllimlik təcrübəsi onun sonraki yoluna necə təsir edib? baxın, bu çox maraqlı məqamdır. Tarix təhsili adətən güclü bir analitik düşüncə verir, araşdırma bacarığı formalaşdırır. Hadisələri, yəni geniş kontekstdə görməyi öyrədir. Aydındır. Bu, şübhəsiz ki, onun həm yazılarına, həm də psixoloji məsələlərə dərin yanaşmasına zəmin yaradıb. Müəllimlik isə, bilirsiniz, insanlarla birbaşa ünsiyyətdir. Bəli, ünsiyyət bacarığı. Hə, mürəkkəb şeyləri sadə dildə izah etməkdir. Bu da onun sonraki, məsələn, coaching fəaliyyəti üçün bir növ hazırlıq olub. Sonra 2007-ci ildə Türkiyəyə köçməsi var. Hə, o da vacib mərhələdir yəqin. Elədir. Bu, görünür həm həyatında, həm də yaradıcılığında yeni bir səhifə açıb. Bəli, Türkiyəyə köçdükdən sonra çox keçmir, 2009-cu ildə Qadın Net portalı yaranır, həm təsisçisi olur. Bu, Azərbaycanın ilk milli qadın portalı idi. O dövr üçün yəni bu kifayət qədər böyük addım idi, elə deyilmi? Tamamilə razıyam. O dövrdə Azərbaycan internet məkanında məhz qadınlara yönəlik belə bir platforma yaratmaq çox əhəmiyyətli idi. Məqsəd nə idi əsasən? Məqsəd təkcə məlumat vermək deyildi. Həm də Azərbaycan qadınları üçün virtual bir icma yaratmaq idi. Fikir mübadiləsi, özünü ifadə etmək üçün bir məkan. Yəni bir araya gəlmək üçün bir platforma. Bəli, sağlamlıq, karyera, psixologiya, mədəniyyət çox geniş mövzuları əhatə edirdi. Və bu iş təkcə oxucu marağı ilə yekunlaşmadı deyəsən. 2013-cü ildə Millinet mükafatı da alıblar. Bu artıq ciddi bir təsdiqdir, hə? Portalın təsirini, Momoğlunun təşkilatçılığını göstərir. Düzdür, Millinet mükafatı həqiqətən də həm portalın keyfiyyətini, həm də əhəmiyyətini təsdiqlədi. Bu, həm də Momoğlunun təşəbbüskarlığını, bir layihəni idarə etmə bacarığını göstərir. Bu təcrübə yəqin ki, sonraki fəaliyyətlərinə də təsirsiz ötüşməyib. İndi gəlin birbaşa onun ədəbi yaradıcılığına baxaq. Əsərlərində psixologiya, şəxsi inkişaf, mövzuları çox qabarıqdır, sanki əsas xətt budur. Elədir. Məsələn, Aydınlanma səyahəti var 2016-cı ildə, sonra Qurbağa öpüşü hekayələr toplusu 2018, Sev və İnan, Qadının 3 yaş dövrü bu roman idi 2021, bir də Bilgə Qadının El kitabı 2022. Bu kitabları birləşdirən əsas cəhət nədir sizcə? Məncə, əsas ortaq nöqtə insanın daxili dünyasına fokuslanmaqdır. Özünü kəşf etmə, potensialını üzə çıxarmaq. Baxın, Aydınlanma səyahəti daha çox ruhi axtarışlar haqqındadır. Ha, daha fəlsəfi. Bəli. Qurbağa öpüşü isə hekayələr toplusudur. Hər hekayə konkret bir psixoloji problemi və onun həll yolunu göstərməyə çalışır. Daha praktik yönümlü demək olar. Bir növ. Sev və İnam və Bilgə Qadının El kitabı isə deməli daha çox konkret məsləhətlər verir. Özünə inam, münasibətlər bu kimi mövzularda psixoloji dəstək kimidir. Bəs Qadının 3 yaş dövrü roman olsa da, yəqin orada da psixologiya var. Əlbəttə, o bədii əsər olsa da içində dərin psixoloji təhlillər var. Qadın taleyləri, aldanma, məsuliyyət, hətta şərq-qərb mədəniyyətlərinin toqquşması kimi mövzular ədəbiyyat dili ilə çatdırılır. Onun ədəbiyyatı belə deyək də, psixologiyanın bədii ifadəsidir. Maraqlıdır. Yəni, hekayələr vasitəsilə insanlara özlərini anlamağı kömək edir. Dili də deyəsən sadədir, axıcıdır. Bəli, bu da vacibdir. Dili sadə və anlaşıqlı olduğu üçün geniş auditoriyaya çata bilir. Həmçinin təkcə kitab yazmaya baxı, tərcümələri də var. Məsələn, Alfred Adleri tərcümə etməsi təsadüfi deyil. Hə, Adler fərdi psixologiyanın banilərindən biridir. Bu, onun psixologiyaya nə qədər ciddi yanaşdığını göstərir. Tamamilə.
Yazıçılığı, tərcüməçiliyi, publistikası. Bunlar hamısı bir-birini tamamlayır və onu sonraki mərhələyə hazırlayıb sanki. Yəni, coaching və təlimçiliyə keçidə. Bəli, məhz ona 2022-ci ildən etibarən şuuraltı dəyişmə təlimləri keçirməyə başlayır, coach və konsultant kimi fəaliyyət göstərir. Aydınlanma Akademiyası adlı onlayn platforması da var deyəsən, sosial media, YouTube kanalı, Ceylan Mumoğlu ilə Aydınlanma aktivdir bu sahədə. Bu şuuraltı dəyişmə təlimləri nədir əslində? Necə başa düşək? Mənbələrə görə bu təlimlər daha çox insanın şuur altında yerləşən, amma davranışlarına, həyatına mənfi təsir edən inancları, köhnə proqramları tapıb dəyişdirməyə yönəlir. Yəni, daha dərinə gedir. Bəli, ədəbiyyatda toxunduğu mövzuları artıq birbaşa praktiki metodlarla insanlara çatdırır. Aydınlanma Akademiyası və digər platformalar vasitəsilə nəzəriyyəni praktikaya çevirir. İnsanlara öz daxili dünyalarını dəyişmək üçün konkret alətlər təklif edir. Deməli, əvvəl hekayələrlə işıq tuturdu, indi isə birbaşa yol göstərir. Bu, onun fəaliyyətinin məntiqi davamı kimi görünür. Elədir, məntiqi davamıdır. Beləliklə, Ceylan Mumoğlu'nun timsalında biz ədəbiyyatın, jurnalistikanın və psixologiyanın, necə deyim, bir-biri ilə çox sıx bağlı olduğunu görürük və bir insanın fəaliyyətində necə harmonik şəkildə birləşə biləcəyini. Bəli. Onun işləri həm bədii düşüncəni zənginləşdirir, həm də insanların şəxsi inkişafına çox konkret, əməli töhfələr verir. Bu, həqiqətən də çox maraqlı və təsirli bir modeldir. Həqiqətən də diqqətə layiq bir sintezdir. Baxın, bu müzakirədən sonra sizin üçün belə bir fikir. Görəsən, Mumoğlu'nun ədəbiyyatın təsir gücünü birbaşa psixoloji təlimlərlə, praktika ilə birləşdirməsi, insanın özünü və ətrafını anlaması üçün necə fərqli, bəlkə də daha təsirli bir perspektiv yaradır. Onun bu qədər fərqli, amma əslində bir-birini tamamlayan sahədə eyni anda uğur qazanması sizin öz potensialınız və fərqli maraqlarınızı necə birləşdirə biləcəyinizlə bağlı hansı fikirlər oyadır? Üzərində düşünməyə dəyər.